Ağa, niyə orucluq bayramla bitir? Olmazdı ki, bayram əvvəldə olsun. Bəli, bayram məsələsi kəlməsi ərəb dilində eyd kəlməsi adlanır. Eyd kəlməsi də Quran-ı Kərimdə bir dəfə işlənib. O da İsa Peyğəmbər, Allahın salamı olsun bütün peyğəmbərlərə, onun dilindən Allah Teala Quran-ı Kərimdə işlədir ki, İsa Peyğəmbərin belə bir duası vardır. Deyirdi ki, ey Allah, bizə yenidən süfrə göndər, yəni səmadan hazır ruzu göndər və bu süfrənin gəlişi bizim üçün, bizim əvvəlimiz və axırımız, yəni bizim hər birimiz üçün bayram olsun. Belə bir kəlam söz var, Quran-ı Kərimdə ayə var. Buradan başa düşürük ki, ilahi nemətin qayıdışı Quran məntiqi ilə bayram hesab olunur. İlahi nemətin qayıdışı. Məlum məsələdir ki, Allah hər an, hər gün, hər ləhzə nemətin yer üzərinə nazil eləyir. Ona baxanda elə hər an da deyə bilərik ki, biz elə bayramdır bu mənada. Amma burada məsələ hər nemətdən getmir. Burada xüsusi nemət, ilahi nemətin nazil olması, necə ki, o Fatihə surəsində var, deyir ki, ihdinə sıratal müstəqim, ilahi bizi doğru yola hidayət elə, sıratəl-ləzinə ən'amtə əleyhim, nemət verdiyin kəslərin yoluna. Yəni, görəsən, yer üzərində belə bir insan var ki, Allah ona nemət verməsin. Bu nemət verdiyin kəslərin yoluna, yəni, məsələn, bütpərəstin yoluna, yəni otpərəstin yoluna, yəni xristiyanın yoluna, yəni müsəlmanın yoluna, yəni heç dinə inanmayanın yoluna, Allah hər kəsə nemət verib də. Deməli, burada başa düşürük ki, yox, burada hər nemətdən söhbət getmir. Məxsus, xüsusi bir nemət var ki, Allah onu bəzilərinə əta eləyib. Ona görə biz yox, yəni Quran-ı Kərim deyir ki, o doğru yol həmən o məxsus ilahi nemətlərin verildiyi kəslərin yoludur. Sıratəl-ləzinə ən'amtə əleyhim. Deməli, həmən o məxsus ilahi nemətlərin yer üzərinə qayıdışı bizim üçün bayram hesab oluna bilər Quran məntiqi ilə. Ona görə Ramazandan əvvəl bayramın gəlişinin axı heç bir özəlliyi yoxdur. Məhz Ramazan ayından sonra bayramın, ilahi bayramın qərar verilməsi bir daha göstərir ki, Ramazan ayı bütövlükdə bir ilahinin, Allahın məxsus neymətidir. İlahinin məxsus neyməti olduğuna görə həmən, yaxşı, o hansı neymətdir ki, Ramazan ayında o xüsusi neymət nazil olur? O Allaha qayıdış neymətidir. O ibadət və itaət neymətidir. O bayaq dediyimiz kimi nəfsi istəklərdən uzaq olmaq neymətidir. O nəfsivi insan ağlına və ruhuna təslim olma neymətidir ki, ən böyük neymət də odur. Çünki bütün yer üzərində fəsadlar insan nəfsi istəklərindən törüyür. Ona görə əgər nəfsi istəklərin insan ram eləsə, deməli fəsadlar ram olar, deməli fəsadlar aradan gedər. Bu mənada əgər insanlar doğrudan da Ramazan ayının qiymətini bilsəydilər, Ramazan ayının dəyərini bilsəydilər, heç müsəlman olmayanlar da belə Ramazan ayının vacibliyin öz xalqına zəruri eləyərdi. Niyə görə? Çünki indi biz Ramazan ayında oruç tuturuq, ona görə ki, Allahımız əmr eləyib. Biz imtisalən li əmrillah, ərəb demiş ki, biz Allah əmrin yerinə yetirməkdən ötürü oruç tuturuq. Biz qürbətən ilallah oruç tuturuq. Amma müsəlman olmayanlar da belə, əgər bu Ramazan ayının və orucun əhəmmiyyətin, mahiyyətini dərk eləsəydilər, onlar da öz xalqına, millətinə orucu vacib eləyərdilər. Amma qürbətən ilallah olmasa da belə, fəsadın yer üzərinə yığışmasından ötürü vacib eləyərdilər. Çünki nəfsi istəkləri ram olan insan heç vaxtı fəsad törətməz. Artıq ağıl onun bütün istəklərinə hakim olacaq. Məsələn, 5 gün bundan qabaq, 10 gün bundan qabaq, 1 ay bundan qabaq mən gün ərzində sübh azanından axşam azanına qədər su içə bilərdim, çörək yeyə bilərdim. Və nəfsim də istəyirdi və bunu da eləyirdim. Amma bu günləri mən sübh azanından axşam azanına qədər su istəməyimə baxmayaraq mən suyu içmirəm. Baxmayaraq ki, nəfsi istəyim bunu tələb edir məndən. Amma Allah buyurubsa olmaz, deməli mən bunu icra eləmirəm. Və yaxud demə Allah, ağıl deyirsə olmaz, mən bunu icra eləmirəm. Əgər bu günləri Ramazan ayında bir ay mən nəfsi istəklərimi bu cür cilovlamağı bacara bilsəm, o zaman ilin istənilən günündə mən öz nəfsi istəklərimi cilovlamağı bacaracam və bu da yer üzərində fəsadın yığışmağına səbəb olacaq. Fəsad madam ki yığışarsa, insanlar özünə qayıdarsa, insanlar o əslinə qayıdarsa, Allahın ibadət və itaatına qayıdarsa, bəli, orada ilahi neymət nazil olur və o ilahi neymətin nazil olmasına görədir ki, bayram eləməz Ramazan ayını bitən kimi
Özə Ramazan ayında deyil bayram. Bəziləri bizim, ola bilsin xalqımızın bəzi əzizlərimiz elə bilirlər ki, Ramazan ayındadır bayram. Xeyr, Ramazan ayı tam bitməlidir. Şəvval ayının biri artıq bayramdır. Yəni növbəti ayın biri bayramdır. Ramazan ayı bayramdır. Bu bir. İkincisi də ümumiyyətlə orucluğa fikir versiniz. Bir an insan, məsələn biz mələklər barədə düzdür, mələklərin necə olması, keyfiyyətini biz bilmirik, anlamırıq. Çünki onlar maddi varlıq deyirlər ki, biz onları gözlə görək, biz onların səsini eşidək, biz onları duyaq, onun iyin bilək, dadın bilək. Amma Quran-ı Kərimə əsasən və mübarək hədislərimizə əsasən biz mələklər barədə anlayışımız var. Amma ilk mələk adı gələndə biz necə təsəvvür edirik? Məsələn, inanmıram ki, bir insan təsəvvür eləyək ki, mələk çörək yeyir, mələk məsələn, maddi neymətlərdən istifadə eləyir. İnsan istər-istəməz mələk adı gələndə biz düşünürük ki, yəni Qurana əsasən təsəvvürümüz budur ki, mələk Allahın zikrindədir, mələk daima zikr eləyirlər, Allahın əmrini icra eləyirlər. Bir növ siz fikir verirsiniz, məsələn 100 nəfər əgər Ramazan ayının gündüzündə oruç tutublarsa, siz bir dənə sübh azanından axşam azanına qədər qıraqdan qalıb onları izləsiniz. Məsələn, təsəvvürlə heç bir maddi neymət qidalanmadan bunlar hərəsi öz işində, peşəsindədirlər. Sanki onların aldığı nəfəs də belə, indi Peyğəmbər sallallahu kəlamında bu sallallahu aleyhi və aleyh buyurdu ki, sizin nəfəsiniz də orucluq ayında təsbihdir. Niyə nəfəsiniz təsbihdir? Çünki heç bir maddi qida olmadan siz hər anınızda, hər çəkdiyiniz nəfəsdə Allahın əmrini icra edirsiniz. Allahın əmrini yerinə yetirirsiniz. Ona görə oruç tutan adama qıraqdan tamaşa eləyəndə sanki bir dəstə mələkdir, cəmləşiblər bir yerdə. Və bunlar Allahın zikri ilə, Allaha ibadətlə, hər çəkdiyi nəfəsdə Allahın əmrini icra eləməklə məşğuldurlar. Və bu bir daha bizə sübut eləyir ki, orucluq biz insanlara bizim mələk sima olmağımızı göstərir ki, insan səndə o digər xüsusiyyətlər olduğu kimi, əlbəttə məsələdən məsələ doğru, biraz uzanır söhbət. Çünki əxlaq alimləri deyirlər ki, insanda bir neçə xislət var da, yırtıcılıq xisləti də var insanda vəhşilik xisləti də var və eyni zamanda insanda mələklik də xisləti var insanda. Bir növ orucluq bizim yadımıza salır ki, insan sən öz o mələk simalığı və o mələk xisləti və qayıdışdır orucluq. Belə ona görə bu nailiyyəti əldə eləyəndən sonra bəli, o insana bayram yaraşır, o insan bayram eləməlidir, o insan fərəhlənməlidir, o insan sevinməlidir. O bayram eləməlidir.